Müəllim, bu Şahmaran nədir ya? Hamı soruşur. Hə, Bobby, Şahmeran, gəl danışım da sənə. Şahmeran əslində bir tarixçəsi var, onu danışım, bəlkə izləyicilərə də maraqlı olar. Deməli, Şahmeran qədim Türk və Orta Asiya mifologiyasında yer alan yarı qadın, yarı ilan formasında olan əfsanəvi bir varlıqdır. Adı əslində farscadan gəlir, şah və mar sözlərinin birləşməsindən, yəni ilanların şahı. Deməli, baş hissəsi qadın, bədən hissəsi ilan formasında olan bu fiqur əsasən qadınlara qarşı sevgi dolu, onları qoruyan bir fiqur kimi qəbul edilir. Yəni ki, bu qadınların bu ilanlarla teması təzə bir tema deyil də, qədim dövrlərə dayanır. İndi də müasir dövrümüzdə Şahmeran əsasən aksesuar kimi istifadə olunur və xanımlarımız tərəfindən çox bəyənilir. Bizdə də var, Şahmeran modelləri var. Bu gün onları istəyirsən göstərərsən bəzi modellərini. Yəni, göstər baxsınlar.